gəlişi ilə birlikdə bayram süfrələrinin əsas bəzəyi sayılan tort və şirniyyatlara da tələbat artır. Xüsusi dizayn, fərqli dad və mövsümə uyğun bəzəklər yeni il tortlarını digərlərindən fərqləndirir. Bayram üçün xüsusi tortlar var ki, onlardan biri də məhz bu tortlardır. Dadı isə çox ləzzətlidir. Bu şirniyyatlar uşaqların ən sevimlisidir. Seçimdə isə yalnız görüntüsü deyil, sağlamlıq amili ön planda olmalıdır. Mütəxəssislər belə deyirlər. Şəkər xəmirsiz və normal şokoladdan, kremdən, karameldən hazırlanmış təbii ərzaqlarla hazırlanmış şirniyyatlar daha çox üstünlük verirlər. Biz onu həmin gün yeyə biləcəyimiz qədər almağımız məsləhətdir. Aydın məsələdə orada istənilən bir salat növləri, isti yeməklər və yaxud da şirniyyat nümunələri var ki, biz onu 3 gün, 4 gün, 5 gün və yaxud da bir həftə ərzində yeyə bilərik. Bu gördüyünüz maket deyil, şirniyyatlardır. Bayramın ən gözəl rəmizlərindən biri sayılır. Bayram süfrələrimizi sadəcə tortlar deyil, həmçinin şirniyyatlar da bəzəyir. Bu cür bayram şirniyyatları paytaxtın bir çox kafe və restoranlarında da müştərilərə təklif edilir. Xüsusilə əl işi olan və yeni il rəmizləri ilə bəzədilən məhsullar daha çox sifariş edilir. Bayram günlərində tort və şirniyyatlara olan tələbatın artması istehsalçıları da yeni ideyalar axtarmağa sövq edir. Deməli, 2023-də biz qar adamı düzəltmişik və o çox populyar olub. Elə oldu ki, 2024-də biz fikirləşdik və qar qızı düzəltmişik. İndi hal-hazırda o çox populyardır və çoxsu insanlar gəlirlər. Həm dadlıdır, həm də video üçündür, çox belə abu-hava yaradandır. Ümumiyyətlə, biz o hər yeni il çalışırıq ki, abu-hava yaradaq və əsas abu-hava yeni il dekorlarıdır, yolkadır. Mütəxəssislər bayram süfrələrinin ölçülü biçli hazırlanmasını tövsiyə edirlər. Zövqə uyğun və miqdarı düzgün seçilmiş şirniyyatlar həm sağlamlıq, həm də büdcə baxımından da məqsədə uyğundur. Seçim isə zövqə və büdcə uyğun aparılır. Əzizə Mahmudzadə, Nail Şahbazov, Telesəhər.